dostlarımızla birlikte yeniden meydanlara yürüyeceğiz. Ben hesap edirəm ki, bu qurultayda daxili qərarını vermiş insanlar artıq ölkədə köklü dəyişiklərə imza atmaq iddiası və istəyi ilə, ölkəyə təmiz hava, köklü dəyişiklik gətirmək istəyi ilə Azərbaycanda yeni bir mərhələni başlada biləcəyik. Bu yeni mərhələ yalnız bu seçki kampaniyası ilə məhdudlaşmayacaq. Seçki kampaniyası çox mühümdür, amma bizim stratejiyamızın yalnız bir pilləsidir. Bizim stratejiyamız Azərbaycanın real qurtuluşu, xilası stratejiyasıdır. Bu seçki kampaniyası dövründə də, yetməsə kampaniyadan sonra da biz öz fəaliyyətimizi o vaxta qədər yüksələn xətlə, böyük fasilə vermədən davam elətdirməliyik ki, Azərbaycanda köklü dəyişikliklər reallaşsın. Hələlik isə biz daxili qərarımızı verə bilərik ki, kütləvi aksiyalara başlayandan sonra daha 2 həftədən, 3 həftədən bir yox, hər həftə meydanlara çıxaq, hər gün çalışaq, hər gün mübarizə aparaq, şərə yox deyək və şərin sonuna çıxaq.